Dünya yeni bir viral təhdidlə, hantavirusla üz-üzədir. Bəs Azərbaycan kimi ölkələr belə risklərə necə hazırlaşmalıdır? Səhiyyə İqtisadiyyatı və İdarəçiliyi üzrə ixtisaslaşmış biri olaraq deməliyəm ki, ölkə səviyyəsində tətbiq olunmalı strateji addımları belə qruplaşdıra bilərik. Birinci məsələ sərhəd və epidemioloji nəzarətdir. Burada risk əsaslı nəzarətdən söhbət gedir. Məsələn, Cənubi Amerikadan gələnlər, kruz səyahətçiləri, liman işçiləri, beynəlxalq yük daşımaları ilə çalışan insanlar. Çünki hantavirusun bəzi növləri gəmiricilər vasitəsilə yayılır və beynəlxalq hərəkət xəstəlik riskini artırır. İkinci məsələ One Health vahid sağlamlıq metodudur. Yəni sağlamlıq təkcə xəstəxanalardan başlamır. Sağlamlıq həm də ekologiya, baytarlıq, şəhər idarəçiliyi, zibil tullantı sistemi və hətta anbarların vəziyyəti ilə bağlı məsələdir. Əgər şəhərdə tullantı idarəçiliyi zəifdirsə, gəmirici populyasiya artırsa, bu artıq kommunal problem deyil, həm də ictimai sağlamlıq risk altındadır deməkdir. Hantavirus riskinə qarşı zirzəmilərdə, taxıl anbarlarında, limanlarda müntəzəm monitorinq sistemi keçirilməlidir. Xüsusilə kənd təsərrüfatı ilə məşğul olan rayonlarda və meşəlik ərazilərdə gəmiricilərin populyasiyası sıx izlənilməlidir. Populyasiya artımı epidemiyanın xəbərçisidir. Üçüncü məsələ xəstəxanaların və həkimlərin hazırlıq səviyyəsidir. Çünki nadir virusların ən pis tərəfi odur ki, adi qrip kimi görünürlər. Qızdırma və tənəffüs çatışmazlığı ilə gələn xəstələrin səyahət və iş tarixçəsi sorğulanmalıdır. Eyni zamanda bölgədəki həkimlərimizə xəstəliyin spesifik əlamətləri ilə bağlı sürətli təlimlər keçirilməsi vacibdir. İcbari tibbi sığorta zərfində hantavirus şübhəsi olan xəstələrin diaqnostikasını prioritet siyahısına salmaq lazımdır ki, insanlar maliyyə yükünə görə həkimə müraciəti gecikdirməsinlər. Və dördüncü ən vacib isə kommunikasiyadır. Biz Covid dövründə iki ən böyük problem gördük. Ya həddindən artıq panika, ya da təhlükənin tam kiçildilməsi. İnsanları qorxutmaq yox, şəffaf məlumatlandırmaq lazımdır. Çünki ictimai panikada iqtisadi böhran yarada bilir. Bizim məqsədimiz həm vətəndaşımızın canını, həm də ölkəmizin iqtisadi dayanıqlığını qorumaq olmalıdır. İctimai sağlamlıq idarə oluna bilən bir prosesdir. Nəticə olaraq hantavirusla mübarizədə bizim qızıl qaydamız tibbi müdaxilədən çox sanitar gigiyenik nəzarət və erkən aşkarlama olmalıdır. Səhiyyə iqtisadiyyatındakı əsas prinsip profilaktika müalicədən ucuzdur. Gecikmiş epidemiya isə xəstəxana yükü, intensiv terapiya xərcləri, turizm itkisi, işçi qüvvəsi itkisi və sosial panika yaradır. Yəni məsələ sadəcə virus deyil, həm də dövlətin böhranı idarə etmə məsələsidir. Hazırki məlumatlara görə hantavirus Covid səviyyəsində qlobal təhlükə hesab olunmur. Amma güclü səhiyyə sistemi odur ki, təhlükə böyük olanda yox, təhlükə hələ kiçik olanda öz tədbirini görsün.